Hər vaxtınız xeyir olsun. Rekord TV-nin efirində İlham Tumasın qonağı ilə bir yerdəsiniz. Bugünkü qonağım kinorejissor Tahir Tahiroviçdir. Tahir, xoş gördük səni. Çox sağ ol, minnətdaram. Bugün biz 9 mayda görüşürük. Bizim üçün belə deyək, bu həm də doğma tarixdə açıq deyəcəm sənə. Həm birincisi 9 mayı keçmiş Sovetlər Birliyində Böyük Vətən müharibəsinin qələbə ilə başa çatması ilə bağlı biz bayram eləyirdik. İndi də 9 mayı biz dünyanın faşizm bəlasından qurtarması günü kimi qutuluyoruz. Həm də biz səndən ikinci dünya müharibəsi deyirlər, Böyük Vətən müharibəsi deyirlər. O ilə bağlı filmlər işləmişik. Həm də o birləşdirir bizi. Gəl əvvəlcə bir ziyalı kimi sənin fikrini mən soruşum. Son vaxtlar elə bil ikinci dünya müharibəsi, Böyük Vətən müharibəsi ilə bağlı insanlarda bir qəribə fikirlər yaranıb ki, əş o bizim müharibə deyildi. Onun nə dəxli var idi bizə? Hətta deyirlər hərdən ki, kaş Almaniya o vaxtı gəlib işğal eləyəydi. Belə indi zarafatla fikirlər də söylənilir. Doğrudanmı yəni belə biz tarixi tez unutmalıyıq İkinci Dünya müharibəsindən bağlı, o qanlı qadalillərlə bağlı? İlham, belə danışaq da, mən o günləri mayın birində bir status paylaşmışdım. Biz 1 may çox səbirsizliklə gözləyirdik. O vaxt elə idi, bəli. Parad deyirdik də, parada gedirdik, marşrovka edirdik. Orada belə bir söz yazmışdım ki, bayramlar bizim üçün siyasiləşməməlidir. Xatirəyə dönməlidir. 9 may artıq əgər biz Sovetlər ölkəsində yaşasaydıq, bizim üçün bir siyasi, bir dövlət bayramı idi. Amma istəsəydi, istəməsəydi, o artıq bizim üçün xatirəyə dönübdür. Və zarafat deyil ki, mən uşaqlığımdan yadımdadır ki, hər il 9 may saat 10-da gedərdik bulvara, atəşfəşanlıq olurdu. Salut deyildik. O artıq bizim üçün xatirəyə dönübdür. Bu xatirələrin üstündən siyasi məsələlərə görə xətt çəkmək düzgün deyil. Bu günləri 9 may bütün dünyada Avropada belə deyək, əsasən faşizmə qarşı deməli qələbə günü elan olunur. Avropada 8-i əsasən 8-9 deyək, belə deyək, belə deyək. 8-dən 9-da keçən gecə bu məsələ həll olunur. Biz onu 9 mayda. Avropa 8 eləyir, keçmiş Sovetlər Birliyində Varşava müharibəsi 9 eləyirlər. Amma və lakin bir şey yaddan çıxartmamalıyıq ki, biz Hindistan kimi biz və yaxud Pakistan kimi, Cənubi Afrika, Cənubi Amerika ölkələri kimi biz kənardan baxmamışıq bu müharibəyə. Biz bu müharibənin iştirakçısı olmuşuq. 650 min Azərbaycan vətəndaşı orada iştirakçı olub, 350 mini dünyasını dəyişib, 128 Azərbaycan vətəndaşı Sovet İttifaqı qəhrəmanı var, onun 50-si Azərbaycanlıdır, onlar başqa söhbətə. Yəni bu böyüklükdə tarixi yarım milyondan çox ölkənin əhalisi iştirak eləsin. Biz indi onun üstündən xətt çəkək, deyək ki, biz Sovet elə deyil. Biz bu günlər Əfqanistan müharibəsini yaddan çıxada bilmərik. Bizim nə qədər orada vətəndaşlarımız, İndi də veteranlarımız vardı. Yəni bunu yaddan çıxartmaq düzgün deyil. Mənim şəxsən mən indi sənədlərdə indi təbii ki o vaxt son zamanlar Böyük Vətən müharibəsinin indi yaxşı razılaşaq, yox, İkinci Dünya müharibəsi deyək, hə. Mənim üçün o çox doğma tarixdir. Sənin də, mənim də Azərbaycanın elə bir nümayəndəsi onun nəslindən orada müharibədə iştirak eləsin. Babalarımız, dayılarımız, orada əlil olub gələnlər var, veteranlar var, Sovet İttifaqı qəhrəmanlarımız. Yəni onları unutmaq mənə elə gəlir ki, düzgün deyil və bununla rəğmən mən keçən illəri 80 illiyinə əlaqədar olaraq belə bir film elədim. Biz sizi unutmuruq. İndi Azərbaycanda Böyük Vətən müharibəsinin iştirakçısı cəmi 6 nəfər qalıb. Yəni ön cəbhədə vuruşan. Onların 100 yaşdan yuxarı yaşları var. Artıq fiziki tərəfdən çox kasad, belə pis vəziyyətdədirlər. Mən Beyləqanda birini çəkdim, birini Naxçıvanda çəkdim, birini Astrada çəkdim. İnanın mənə, o veteranlardan müsahibə alanda insan doğrudan sözün həqiqi mənasında o döyüş əhval-ruhiyyəsini, döyüşkən əhval-ruhiyyəsini hələ də bu günə kimi itirməyiblər. Çünki dünya müharibələrinin içərisində həm belə deyək ki, maştabına görə, həm siyasi baxışlarına görə belə
İştirak eləyənlər dövlətlər həm də belə deyək də, belə kinematografi deyim, dramaturgiyasına görə Böyük Vətən müharibəsi dünyanın ən belə birinci yerində duran var. İndi söz yox ki, müharibəni qırğınlardır, ölümlərdir, onu anlayıram, amma dünya nə qədər ki var, dünyada nə qədər ki bu siyasət vardır, nə qədər ki bu ölkələr varsa, müharibələr qaçılmazdır. Elə dünənə kimi də bizim elə qonşuluğumuzda elə dünya müharibəsi gedirdi. Bax, bu qədər mən onu demək istəyirəm ki, biz 2-ci dünya müharibəsini qətiyyən yaddan çıxartmamalıyıq. Elədir. Necə düşünürsən, Tahir? Bizdə Azərbaycan Sovet ədəbiyyatında daha çox bu özünə yer eləmişdi. Böyük Vətən müharibəsindən bağlı romanlar, hekayələr var idi. Bizim yazıçılarımız var idi. Deyək ki, İsmail Şıxlı mənim yazılarım. Məmməd Rahim, Leningrad göylərində. Cəbhədən cəbhəyə Seyidbəyli. Yəni kimlər ki, hətta iştirak eləmiş. Mesela İsmail müəllim rəhmətli İsmail Şıxlı iştirak eləmişdi. Sonra Hüseyn Abbaszadə yanılmıramsa. Bəli. İştirak eləmişdi. Onun bir general romanı var. Bəli. Yəni İsmail Şıxlının gündəliyi var. Keç boğazın keçmək, bəli. Necə düşünürsən? Azərbaycan Sovet kinematografiyasını qoydum qırağa. O dövrə qayıtmayaq, çünki az-çox yəqin tamaşaçılarımız da bilirlər. Bizdə yaxşı filmlər çəkilib. Təbii, çox yaxşı. Sırf deyək ki, o kütləvi səhnələr falan olmasa belə, amma məsələn bizim Cəbiş müəllimdir, sonra digər bizim o Mən ki gözəl deyiləm, Şərihli çörək. Bunlar hamısı müharibə dövrünü bizim üçün verir. Vacib deyil ki, orada kimsə kimisi öldürsün. Amma müstəqillik dövründə necə Azərbaycan kinematografiyasında Böyük Vətən müharibəsindən və yaxud 2-ci Dünya müharibəsindən bağlı. İndi sən dokumentalistsən, sənətli filmlər üzrə daha çox işləmsən. Bədii və sənətli filmlər sayəsində vəziyyət necədir? Necə qiymətləndirirsən? Deməli, Azərbaycan kinosuna, ədəbiyyatına, eyni ədəbiyyatına da, kinosuna da, musiqisinə də Böyük Vətən müharibəsi çox böyük töhfələr veribdir. Biz Azərbaycan addan sadaladıqlarını mən təkrarlamaq istəmirəm. Azərbaycan ədəbiyyatına Böyük Vətən müharibəsi gör nə qədər əsərlər bəxş elədi. Azərbaycan kinosuna ən gözəl incilləri, mən ki gözəl deyiləm, bizim Cəbiş müəllim, Şərihli çörək, Uzaq sahillərdə. İndi belə baxanda mən sizi çox sevirəm, Həz Aslanov filmi, Skripkanın sərgüzəştləri. Mən deyərdim ki, Azərbaycan kinosunun ən yaxşı nümunələri də məhz Böyük Vətən müharibəsinin əsri olunubdur və bir şey yaddan çıxartmayaq. Siz diqqətlə fikir versəz, orada bayaq dediyim kimi batalya, böyük səhnələr yoxdur. İnsan taleləri var. Çünki Azərbaycan torpağı fiziki olaraq 2-ci Dünya müharibəsində iştirak eləməyibdir. Məsələn, Belarusiya iştirak edib, Ukrayna iştirak edib, Azərbaycan iştirak eləməyibdir. Və arxa cəbhənin talələrini bizim kinematografda çox yüksək səviyyədə ortalığa qoyublar və biz fikir verirsə müstəqil illərində 2-ci Dünya müharibəsinə artıq müraciət yoxdur. Amma baxın, Belaruslar, Rusiya, Ukraynalılar hələ də davam eləyirlər. Məsələn, Belarusiya ilə Rusiyanın çox möhtəşəm bir filmi çıxdı, Brest. Çox möhtəşəm bir filmdir. Və bu gündə sənət baxımından da çox möhtəşəm. Elə Kraskovun səsi nəyə desən dəyər orada. Və bu gündə bu adların sadaladığım ölkələr 2-ci Dünya müharibəsinə müraciət eləyirlər. Çox təəssüflər olsun ki, biz hələ ki bu məsələdə biraz axsayırıq. Son vaxtda deyəsən Elxan onu deyəcəyəm. Elxan Cəfərovun çəkdiyi film, o da Qarabağla bağlılığı vardı. O da gözəl, əla, çox əla. Yəni demək istəyirəm ki, biz bunu yaddan çıxartmamalıyıq. Yaddan çıxardıqca bu bizim Böyük Vətən müharibəsindəki olan qəhrəmanlığımız artıq bizdən oğurlanır. Bizdən oğurlanır. Nəyə ki sahib durmayacaqsan oğurlanacaq. Oğurlanacaqdır. Yəni bu günləri bax, amma sənədli filmdə onu da mən tam əminliklə deyirəm ki, biz minnətdar olmalıyıq Səlnamə Kino Studiyasına. Şəxsən mənim rejissorluğumla bir neçə filmində ssenari müəllifi, redaktoru sən olmusan. Biz 2008-2023-cü illər ərzində, 15 il ərzində 11 film çəkdik. Böyük Vətən müharibəsində həsr olunmuş. Təbii ki, orada diviziyalara da aid şeylər var, portretli legionerlərlə də bağlı. Mirdamə Seyidov filmi var idi. Unudulmuş partizan bir yerdə işləmişsən. Yəni demək istəyirəm ki, mən şəxsən öz payıma edirəm, mən bu işi davam elətdirirəm və mən düşünürəm ki, bu artıq biraz da iş güclənməlidir. Artıq televiziyalarda buna xüsusi yer ayırmalıdır. Çünki dediyim kimi biz bunları unutduqca
o bizim tariximizdən gedəcək, bəli, evet. o silinəcəkdir. Mən istəyirəm Tahir, Mixailo ilə bağlı danışaq. O gün mən sənin dedim sosial şəbəkədə şəklini gördüm. İstəyirdim bir ürək atım, sonra nəsə başım qarışdı, açığı yaddan çıxdı. Orada sən Mixailonun silahdaşlarını Silahdaşları, bəli, bəli. İndi adları sənin daha yaxşı yadında olar. Sən Azərbaycanda az adamlardansan ki, hətta az rejissorlardansan ki, Mixailonun Mehdinin həlak olduğu yeri görmüsən. Sən Anjelika ilə görüşmüsən. Belə məsələ deyil. Yəqin ki, Anjelika sənə bəzi məsələləri deyib, hansı ki, onu yəqin ki, deməyəcəksən, amma desən çox yaxşı olar, tamaşaçılar üçün də maraqlı olar. Mehdinin həlak olmasından bağlı o bir fikirlər vardı. Onu sən də var olasan ki, o filmdə mənim də iştirakım oldu, maraqlı oldu. Mən istəyirəm Mehdi ilə bağlı necə baxı izə düşdün və Mehdinin silahdaşlarından, Mehdi ilə döyüşən həmin o ağsaqqallardan nələr eşitdin Mehdi haqqında? Çünki bu gün 2-ci Dünya müharibəsi, Böyük Vətən müharibəsi deyəndə etiraf eləyək. Bir sıra qəhrəmanlar var. Necə ki, Qarabağ müharibəsini deyəndə 1-ci Qarabağ savaşını, 2-ci Qarabağ savaşını yada düşən qəhrəmanlarımız var. Deyək ki, Böyük Vətən müharibəsindən danışanda biz Qafuru yada salmalıyıq. Gəray Əsədov, İsrafili və bunların da hamısından kəşfiyyatçı kimi Mehdi öndə gəlir. Bunu etiraf eləməliyik. Həz Aslanov və s. və elə. Mehdi ilə bağlı nələr danışırdılar? Mehdi haqqında nələri düz bilirik, nələri yanlış bilirik? Mən bir balaca bir rezümə eləyim əvvələ. 1-ci Qarabağ savaşında 88-dən hesablayaq da 1-ci Qarabağ. Sən hətta təxminən çünki toqquşmalar orada başladı. Ta ki 94-95-ə kimi də atəşkəsə kimi davam elədi. Və orada bizim nə qədər, yəni sən özün də iştirakçısan, həm 1-ci Qarabağ savaşı, həm 2-ci Qarabağ savaşının veteranısan. Orada bizim nə qədər silahlı qüvvələrimizin zabitləri var idi ki, onlar 2-ci Dünya müharibəsinin tarixini oxuyub zabit olanlardılar. Razısan mənə? Təbii ki. Və onların içərisində bizim o keçmiş Sovetlər ölkəsinin akademiya və hərbi məktəblərini bitirən bizim peşəkar zabitlərimiz var ki, onlar 2-ci Dünya müharibəsinin general, marşal, polkovniklərindən dərs almışdılar. Yəni bizim 1-ci Qarabağ savaşındakı müharibədə bizim veteranlarımızın, 2-ci Dünya müharibəsi veteranlarının çox böyük rol oldu. Bunun bəlkə də 60-70% mənəvi tərəflərdə, amma 40% də bir fiziki olanlar oldu. Və 2-ci Qarabağ savaşında bizim şəhidlərimizə, bizim qazilərimizə, bizim veteran və qəhrəmanlarımıza o yolu açan da 1-ci Qarabağ savaşının veteranları, yəni ənənə qırılmadı. Bax, mən ona görə deyirəm ki, bu 2-ci Dünya müharibəsində o ənənəni qırmaq olmaz. Bax, biz bunu yaddan çıxartmamalıyıq. Bu bizim mənəvi tərəflərimizdir. O ki, qaldı Mixailoya. Mən 2-ci Dünya müharibəsi ilə bağlı Mixailo mənim ikinci filmim idi. Birinci filmin Sərhədsiz ürəyi idi, Bahadur Hüseynov haqqında məşhur. Ruhu şad olsun. Ruhu şad olsun, sənin də dostun idi, tanışırdı, gözəl insan idi. General Bahadur Hüseynov, çox belə mədəni bir insan idi. Və Mehdi Hüseynzadənin 80 ilə əlaqədar olaraq filmə başladıq və ssenarida özün bilirsən, səndən işlədik, bir yerdə işlədik. İntiqam Qasımzadəni, Allah ona da can sağlığı versin, gözəl insan. Və biz səfərə çıxdıq Sloveniya. İndi burada bir məsələni yaddan çıxartmayaq. Sənədli kinoda əgər təbii ki, araşdırma və ya biraz da əslində təbii ki, bu portret janr varsa, əsas məsələ nədir? Görən adamdan müsahibə almaq. Əgər o görməyibsə, gəlirsən Bakıda eşidən adamdan müsahibə alırsan. Onun effekti yoxdur. Çünki mən Düdənginsk haqqında film çəkəndə siz gördünüz orada, bax, biz Mirdaməd Seyidovdan, Qədir Süleymanovdan, Bəşir Əlizadədən müsahibələr alırıq. Onlar onu görənlərdir. Mən filmə başlayanda dedilər ki, bəlkə elə Bakıda çəkdim, valla Bakıda eşitdiyini danışacaq. Bir də oxuduğunu danışacaq. Niyə dokumentalni film? Bu bitdi. Mən orada gedəndə sevindim ki, təbii ki. Çünki Mehdi Hüseynzadə orada 44-cü ildə müharibədə iştirak edəndə onun 24-26 yaşı vardı, 25-26 yaşı vardı. Burada məsələn üzr istəyirəm, deyəndə sözünü unutma. Məsələn Dayısın rəhmətlik Akşin Əlizadədən müsahibə yadınıza görüşdük, bəli. Bax, orada isə Mehdi Hüseynzadənin yanında olanların 12-13 yaşı var idi. Artıq onlar partizanlıq eləyirdilər, kömək eləyirdilər. Çünki yerli adamları idilər. Və çox
sevindirici hal oldu ki, 2008-ci ildə mən onlarla görüşəndə, onların belə deyək də, fiziki və zəkası ağlı üstündə idi və mənə tam həqiqətləri dedilər onlar ki, necə olubdu və biz bu filmi çəkəndə artıq biz Mirdamət Seyidovu ortalığa çıxartdıq, biz Feridun Hüseynovu, Cabbar Quliyevi, Cavad Həkimlini, bəli, Tağı Əliyevi, biz onu da yaddan çıxartmayaq ki, 200-ə yaxın Azərbaycanlı orada Ruska Çetna batalyonunda vuruşublar. Onların içərisindən mən deyəm, hamısı qəhrəmandır. Sadəcə olaraq Sovet İttifaqı qəhrəmanı olaraq Mehdi Hüseynzadə və ona da layiqdir, o başqa məsələdir. Orada biraz qarışıq söhbətlər də vardı. Sən onu yaxşı bilirsən. Nə mənada? Sanki orada bəlkə də bizim 3 Sovet İttifaqı qəhrəmanımız olmalıdır. Bəlkə də 4 Sovet İttifaqı qəhrəmanımız olmalıdır. Onda bu siyasi məsələdir ki, Xruşov Stalindən sonraki yumşalma dövründə ortalığa belə bir şey çıxdı ki, o düşmən elan olunublar ki, legionda iştirak edənlər, əsir düşənlər, onlara güllələnmə verilməlidir, onlar qayıtmadılar. Yəni onları biraz yumşatdılar. Yəni 56-cı ildə. Hə, 56, 57, 58-ci illərdə bir neçə Sovet vətəndaşına, onların da tam əksəriyyəti Avropada müqavimət hərəkatında legiondan sonra gedib iştirak edib, Almanlar qarşı vuruşanlar vardı ki, onlara cinayət işi açılmışdı və onlara Sovet İttifaqı qəhrəmanı verildi. Tahir, elə şeylər var ki, deyilməlidir, elə şeylər var, deyilməməlidir. Mən də bilirəm nəyi soruşuram, amma hər halda soruşacağam. Sənə biz bunu Allah şahidi ki, verilişdən qabaq da müzakirə edelim. Adını çəkmə, elə belə soruş, mən başa düşəcəyəm. Təbii ki, adını çəkməyəcəm. Mehdini kim bıçaqlamışdı? Filmdə Karrantin bıçaqlayır. Amma Mehdini kim bıçaqlamışdı? Yəni bıçaqla vurmuşdu və öldürmək istəmişdi. Karrantin değildi ya. Yox, təbii Karrantin değildi. Belə deyək. Uzaq sahillərdə filmi İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilib və orada adların çəkdiyim o partizanlar var, Azərbaycanlılar, onlar hamısını ümumiləşdirib hərəsinə bir Cavad Həkimli Ələsgər Ələkbərov. Ələkbərov başqadır, İtalyandır. Bəli. Məsəl üçün, bir dənəsi gəlir orada deyir ki, mən Qafqazlıyam, qanun birinci qrupu, o Mikhail Qulubəyevdir. Bəli. Və burada bir məsələ var. Orada bir qəhrəmanı ortalığa... Vesilin kimdir bəs orada? Hə, Vesilin Mirdamət Seyidovdur. Dostumuz Mirdamət Seyidovdur. Məzarı nurdan olsun, ruhu şad olsun, gözəl insan. Mənə orada dedilər ki, elə sizin öz uşaqlarınız vurub. Amma kim vurduğunu sən yaxşı bilsən, amma danışmayaq bu gün. Deməyək. Bu gün deməyək. Amma o hissədə deməmişik də biz. Yox, deməmişik. Yəni o sirri hələ də saxlayırıq. Hə, saxlayırıq. Mən ona görə mən sənə zəng eləyəndə dedim ki, Tahir, bizim üçrək görüşməliyik. Çünki Böyük Vətən müharibəsinin bəzi məsələləri var ki, biz o qədər də ağsaqqalı olmasaq da o məsələləri bilirik və heç kimin də demirik. Yəni əsl o partizan kimi susuruq. O məsələləri də saxlamışıq. Tahir, mən həm də səni nəyə görə çox istəyirəm? Yaradıcılığın təbii ki öz yerində. Sən həm də Azərbaycanın, Rusiyanın çöllərində işsiz, soraqsız, ünvansız həlak olmuş qəhrəmanlarının məzarlarını tapırsan. Bizim dostlar deyirlər ki, biz gedirik Rusiyaya film çəkməyə, Tahir gedir orada qəbirstanlıqda qəbir axtarır. Əslində o qəbiri tapmasan filmin də belə əhəmiyyəti olmayacaq. Bu da var. Cəmaət gedir dincəlməyə, sən gedirsən yenə də qarı təmizləyib qəbir axtarırsan. Hüseyn Bala Əliyevlə bağlı. Hüseyn Bala Əliyevlə maraqlı bir şey oldu. Bəli. Deməli, Lenaş filmdə Valentina Gurkalenko vardı. Çox belə tanınmış Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanı sevən bir insan. Ondan mən Lipetski Beynəlxalq Kino Festivalında görüşdüm. Məsləhətləşdim ki, belə bizi birləşdirən bir dəyər də vardı. İkinci Dünya müharibəsi də. Dedi ki, bəs nə təşkil dedim ki, Hüseyn Bala Əliyevdən film eləyək. Və çox mən sevindirici hal ki, Hüseyn Bala Əliyevi çox yaxşı tanıyırmış. Bəli. Həm də biz Leningrad göllərində Məmməd Rahim çox məşhur bir poema idi. Biz məsləhətləşdik, onlarla bircə bir layihə elədik, Qafqaz Qartalının uçuşu. Deməli, indi Lomonosovski rayon, Gorod, Pasiolog belə deyil, Nizin. Lomonosov rayonu Nizin qəsəbəsi. Nizin qəsəbəsi. İndi biz gedirik onu axtarmağa
Dedilər ki, burada belə bir qardaşlıq qəbirstanlığı var. Qar da inanırsan bəlkə də bir 2 metr. Bəs belə eləmək lazımdır. Belə yəqin ki, elə oradır. Sənin də dostun idi, rəhmətli Kamil Məmmədov. Allah rəhmət. Kamil Məmmədov da Mənim zam direktoru, direktor müavini idi. Hə. Bir yerdə getmişik. Dedilər burada yazıq Kamillə 2 dənə belə lapatka bel aldıq, götürdük. Hardasa bir 30 metr getməliyik. Qaza getdik. Gəldik, çıxdıq ki, tamam başqa bir millət nümayəndəsinin qəbridir. Kör peşman qayıtdıq. Qaza qayıtdıq. Bir də qayıtdıq arxaca, amma hətta onun videosu da var, fotoları da var. Amma o əziyyət mənə zövq verdi. Nəhayət ki, getdik, tapdıq. Bir 50 metr uzunluğunda böyük bir qar, sağ olsun orada. Amma hərbi hissənin daxilində idi. Və onu biz hərbiçilərin köməyi ilə və indi sözüm nəyə gəlir? Onlar eşidəndə ki, biz 2-ci Dünya müharibəsinin qəhrəmanını gedirik axtarmağa. Bütün vızvodu tökdülər ora. Taboru tökdülər ora. Hamısı cavan uşaqları idi. Uçiriş ailəsinə qasır. O qarı təmizlədilər. Biz onların haqlarını hal edirik ki, onlar belə bizə köməkdilər və biz onun haqqında film çəkdik. Mən düşünürəm ki, mənim üçün çox sevindirici aldı ki, mən filmoqrafiyamın 60-70%-ni 2-ci Dünya müharibəsinə həsr eləmişəm və bu mənim üçün qürur vericidir və baxanda da, geriyə baxanda da mən elə başa düşürəm ki, o qəhrəmanlarımızın mən haqqını verə bilmişəm. Yəni özün öz çapında, özün bacardığın qədər. Çünki nəyə görə? Sənin filmoqrafiyanın öz dediyin kimi 2-ci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin müxtəlif sahələrinə aid. Müxtəlif sahələr. Həm portretlər var, həm hadisələr var. Diviziyalar var, legionlar var. Onu deyəcəydim, diviziyalı 200-300-cü diviziya var. O var. Sonra ən əsası da nə var sizdə? Filmoqrafiyanda dair. Məsələn, deyək ki, Azərbaycan hərbiçisi Polşa ordusunda. Vəli bəy Yadigarov, bəli, o da 2-ci Dünya müharibəsidir. Bəli, yəni mən Qafqazdan apelini eləmişdik. İtaliyada müqavimət hərəkatında Azərbaycanlıların izi. 9-cu korpus, dediyim o 200 Azərbaycanlı. Hollandiyalı. Medo Hollandiyadadır. Yəni mən Hollandiyada da getdim. O legionerlər bir-bir deyirəm, amma yenə deyirəm, nə yaxşı tale bizə və bizim sənnamədəki olan həm Tofiq Məmmədov, həm Böyükağa Məmmədov, həm Nazim Hüseynov, onlara mən öz dərin təşəkkürümü bildirirəm ki, indi gəl açıq danışaq da, indi də çox şey istəyirsən. O şəraiti yaradan yoxdur axı. O vaxt biraz başqa idi. Tamam başqa idi. Nə yaxşı ki, vaxtında biz onları çəkdik. Mən belə düşünürəm ki, təxminən bir 15 ildən sonra onlar dərslik olacaq. Artıq onlar xronikaya dönəcəklər. Bax, bir dənə hadisə deyəcəm sizə. Bir ay bundan qabaq Sloveniyanın məşhur bir televiziya şirkəti Bakıya gəlmişdi. Bir ay bundan qabaq. Mehdi Hüseynzadə haqqında film çəkirlər. Dövlət sifarişi ilə. Orada Sloveniyanın dövlət televiziyası buna gəlmişlər. Gələn kimi onlar məni axtardılar. Təbii ki, Novagorça kino mərkəzi, siz bilirsiniz, mənim 2010-cu ildə Mehdi Hüseynzadənin şərəfinə mən yaratmışam. Onun belə deyək ki, xatirəsi üçün yaratmışam ki, o Novagorça şəhərindədir onun məzarı. Onlar gəldilər. 2008-ci ildə Mehdi Hüseynzadənin cəbhə yoldaşlarından ki, mən müsahibələr almışam. Onlar istədilər. Onlar hamısı dünyasını dəyişiblər. Bəli. Mənə bilsin nə dedilər? Dedilər, artıq bizim üçün bu dövlət arxividir. Təbii. Ondan hamısını mən onlara verdim və getdilər. Azərbaycan səfirliyindəki onlara dəstək verdi. Burada da bir çox bizim məşhur insanlardan müsahibələr aldılar. İlham Abbasovdan, Rafael Hüseynovdan, Mehdi Hüseynzadənin qohumlarından. Amma və lakin əsas onu görənlər, o görənlər artıq yoxdular. İndi o vaxt siz getməsəydiniz ora. Getməsəydik nə olacaqdı? Və mən ona görə deyirəm ki, xronika Azərbaycana həmişə bu dövlət siyasətidir. Bu günləri Qara Qarayevin bizə gəlib çatan, tutaq ki, bir 2 dəqiqəlik xronikası var. Üzeyir Hacıbəyevin dəqiqə yazdı. İsrafil Məmmədovun 1 dəqiqə. Bir şəkli var, görüntüsü var. O xronikadan üstündən 3 il keçir, sənədi film çıxır. Bax, budur.
Mən bayaqlar ilə verilişdən qabaq da səninlə söhbət eləyəndə dedim, məsələn, məşhur meydan hadisələrindən çəkmişdilər. Əlbəttə ki, ona xronikaydı. Nazim Abbas, Sərdar Vəliyev, İsrafil Ağazadə, 20 yanvarda Rafiq Quliyev. Nə qədər insanlar sonra hamısı artıq Azadlığa gedən yollar filmi çıxdı ortalığa, Sərhəd filmi çıxdı ortalığa, Meydan filmi çıxdı ortalığa. Onlar hamısı xronikadır. Digər yüzlərlə filmə də Bir mənalı. Bu günləri siz müxtəlif televiziyalarda sənədi filmlər üzrə fəaliyyət göstərmisiniz, rəhbər vəzifədə olmusunuz. Siz Sənnamə Kino Studiyasında 10 ilə yaxın əməkdaşlıq eləmisiniz. Biz o Sovet jurnallarından nə qədər filmlər çıxırdı. İndinin özündə o bir üzr istəyirəm, bir tutyadır bizim üçün. Bəli, harda gördüksə, çünki həm keyfiyyət var, əlbəttə ki, bir xatirə qalıb orada. Yəni xronika ilə sənədli filminin fərqini bilmək lazımdır. Fərqini bilmək lazımdır. Xronika nədir? Bu gün mənim heç vaxt yadımdan çıxmaz, Tofiq müəllim bizi Sənnamədə işləyəndə kinoplyonkanı özdə verirdi. Gedin, məsəl üçün, Xarabacılanda qazıntı gedir. Gedin o kinoplyonka çəkin. Məsələn, Bərdədə qazıntı gedir. Və yaxud filan yerdə su çəkirlər. Bakı, Oğuz, Qəbələ. Tofiq Məmnunun hamısını çəkdiribdir. Çünki 30 ildən sonra Azərbaycan haqqında, iqtisadiyyatı haqqında, tarixi haqqında, arxeologiyası haqqında sonra o rejissorlar bizi söyməsinlər. Deməsinlər ki, nə ilə məşğul olmusunuz? Elədir, elədir. Bax, indi sözünün qüvvəti... Üzr istəyirəm, bir şey deyim sizə. Böyük Vətən müharibəsində bu günləri bizə milyonlarla kadrlar qalıbdı. Ona sənədli film idi, ona satın almadan keçmişdilər. Yox, onlar xronikaydılar. Abuknaverno faşizm, Mikhail Rom, dünyanın alınan güclü filmi yoxdur. Ondan dramaturji xətti olan... O nədən əmələ gəldi? Xronikadan əmələ gəldi. Mən məşhur rejissorlar var idi, adlar biri, hətta ondan bir yazı da yazmışdım. Stalin baxmayaraq ki, Mosfilmi köçürmüş daşıyanda, operatorlar saxlamışdı Moskvada. Volakalamskıda müharibə gedir, dedi, müharibə çəkilməlidir. Onlar operatorlardan biri dünyasını dəyişmişdi. Birinci Qarabağ savaşında bizim operatorlarımız qəhrəmanlıq göstəriblər. Onlar olmasaydı... Indi nə var ki burada? Ümumiyyətlə, haqlısan, Dair. Məsələn, indi deyirlər, şəhərdən deyirlər ki, şimdi telefon var, hərə bir əlində bir telefon var. Telefonla və digər o əldə qayırma kameralarla, süni intellektlə tarix yaranmır. Mümkün deyil. Bunlar dövlətin nəzarətində olmalıdır və dövlət bunu birbaşa nəzarət eləməlidir. O dediyim kimi, Azərbaycan xronikası Azərbaycanın dövlətçiliyidir. Bu işdə ciddi olmaq lazımdır. Gələcək nəsillərə bizim yol çəkilir, çəkilməlidir. Körpü tikilir, çəkilməlidir. Onlar hamısı xronik olmalıdır. Düzdür, televiziyalarda çəkilir. O televiziya başqa şeydir, mənim qardaşım. Dövlət xronika nəzarət eləməlidir. Dövlət foto kino arxivimiz var bizim. Bəli. Bax, budur. Minnətdaram, çox sağ olun, var olun. Var olasan, biz bugün Böyük Vətən müharibəsindən danışdıq. Mən düşünürəm ki, Azərbaycan faşizmlə mübarizədə, faşizmə qalib gəlməkdə, faşizm üzərində qələbədə çox böyük rol oynamış bir respublika olub və həm arxa cəhbədə, həm ön cəhbədə Azərbaycan oğulları sözlərini deyiblər və faşizm, bu bəlanın yox edilməsində Azərbaycanın da böyük rol olub. Minnətdaram sənə, biz yad elədik o illəri. İnşallah mən yenə istəyərəm ki, yenə qonağım olasan və sənin maraqlı söhbətlərini dinləyək. Var ol, çox sağ ol, minnətdaram. Siz Rekord TV-nin efirində İlham Tumasın qonağı ilə bir yerdə idiniz. Mənim qonağım kino rejissor Tahir Tahiroviç idi.